Əmək pensiyaları haqqında qanuna dəyişikliklər təklif edilir. Milli Məclisin plenar iclasında müzakirə edilən dəyişikliklərə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olan vətəndaşların pensiya məbləğinin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Xüsusən 5 və daha çox uşağı olan ailələrdə valideynlər daha tez pensiyaya çıxmaq hüququna malik olacaqlar. Mövcud qanunvericiliyə əsasən çoxuşaqlı ailələrdə analar 59 yaşında, əgər bu hüquqdan atalar istifadə edirsə, o zaman 60 yaşında pensiya çıxmaq imkanına malikdirlər və bu baxımdan da onların artıq 5 il müddətində, güzəşt müddətində pensiyaları dövlət büdcəsinin hesabına ödəniləcək. Yəni, bu demək ki, əgər çoxuşaqlı ailədə ana 59 yaşında pensiya çıxırsa və onun artıq növbəti 5 il ərzində onun güzəşt müddətidir. Çünki qanunvericiliyə əsasən normal şərtlərlə vətəndaşlarımız qadınlar üçün 64, kişilər üçün 65 yaşında pensiya çıxırlar və həmin 5 il müddəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.